Nədən qorxuram? Yatıb qalmaqdan. Bir yerə gedəndə yatıb qalam. Tənbəlsən? Yox. Mən çox məsuliyyətliyəm əslində, ondan qorxuram. Yəni o çoxdur, o qədər lazım deyil. Bir gün müğənni olmasan? Olmasam barista olardım. Barista? Kofe çox yaxşı sevirəm. bacarsan? Yox, heç bacarmıram. Ay sağ ol, bəs müğənniliyi yaxşı bacarsan? Öyrənirəm. Yaxşı öyrənirəm mən. Yəni yaxşı öyrənciyəm əslində. Gələcəkdə kimə rəqib olmaq istəyirsən? Heç kimə, özümə. Səncə Nuranı həmişə sevəcəklər? Bilmirəm. Bu sevgi elə bir şeydir ki, yəni saflıq qalacaq, amma dəyişə bilər. Çünki mən düşünürəm ki, bu dəqiqə sevgi bölünür. Bir sənətçiyə tək bir nəfərlik fanatlıq eləmir. Müxtəlif fanatlar, müxtəlif ifaçıları qulaq asır. Ən çox hansı bəy ifaçılarımızı dinləyirsən və sevirsən? Hər kəsi dinləyirəm. Ayazı, Bir nəfər. Elçin Cəfərov. Çox sevirsən. Çox sevirəm. Hətta mənim aylıq dinləməmdə Elçin Cəfərov birinci ya bəs gedir. xanımlardan? Xanımlardan Bir nəfər. çoxdur. At çək. Yəni mən slow mahnıları çox sevirəm, ona görə Röya xanım. Bəs kimi görən gözün yoxdur? Kimi görən gözüm yoxdur. Qətiyyən. Məsuliyyətsiz insan. Kimi görən gözün Ad yoxdur? olaraq. Ad olaraq. Onu Özümü. görəndə yolu dəyişirsən. Nuran. Nurandan bu qədər zəhlən gedir. Məsuliyyətsiz olanda bəli. O Nuran sənə pul qazandırır. Amma məsuliyyətli olanda qazandırır. Eşitdiyimə görə ulduzlaşma başlayıb Nuranda. Harda? Səhnələrdə. Məsələn. Məsələn, böyük səhnələrə, məclislərə gedirsən və səndən öncə çıxan müğənnini bəyənmirsənsə gözləyirsən. Yox, həyat boyu belə qaldı. Aradan vaxt Mənə keçir. yol açırlar. Bu arada Əbdülxalid ən son öz səhnəsini mənə vermişdi. Vaxt olaraq mən başqa məclisə Amma Əbdülxalid əslində bizdə verilişdə olanda demişdi ki, Nuranın səsi qətiyyən yoxdur, onu da gələcəkdə davam eləyə bilməyəcək Allah bu canı işi. sağ eləsin, nə deyə bilərəm. Zarafat edirəm. Bilirəm.